Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve hlul min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme ba'd. Aziz kardeşler, Şeyh İbn Hüseyin Rahimullah'ın Ramazan meclisleri kitabına devam edirik. Şeyh 15-ci məclisdə orucun pozan amillərin hansı şərtlərdə orucu pozduğu barədə danışır. Biz keçən dərsdə, 14-cü dərsdə orucu pozan amillər barədə danışmışdıq. 15-ci məclisdə şeyh danışır ki, yəni orucu pozan amillərin hansı şərtlərlə orucu pozması və bir də orucu nə pozmur və orucluya nə icazəlidir. Bu haqdadır. Və şeyh buyurur ki, yəni bizim saydığımız, keçən dərsdə saydığımız amillər ki var idi, neçə səbəb saymışdıq orucu pozan? Hə? Neçə? 7. Əhsən. 7 dənə səbəb saymışdıq. Və şeyh deyir ki, o 7 səbəbdən, yəni ikisi istisna olmaqla, o da qadının adət xəstəliyinin başlaması və nifasın başlaması. Bunlar istisnadır. Yəni, çünki bu insanın ixtiyarınla olan bir şey deyil, insanın öz əlində olan bir şey deyil. O gəldisə, oruç istəsən də, istəməsən də pozulur. Yəni, bu qadınlara aiddir. İstəsələr də, istəməsələr də oruçları pozulur. Onların ixtiyarına olan şey deyil. Amma digər amillər, orucu pozan digər səbəblərdə isə şeyx buyurur ki, hansı ki o, yəni əlaqədir, yaxud qadınla yəni öpüşmə və s. səbəbindən qüsülün pozulmasıdır, yeməkdir, içməkdir və yaxud qan aldırmaqdır, qusmaqdır. Bunların hamısı deyir, gerdə qalan bu səbəblərin hamısında 3 dənə şərtin cəm olması lazımdır ki, oruc pozulsun. Yəni bunlar da mücərrəd, yəni orucu pozan amillər ki, saydıq bizi. O 7 dənənin 6 dənəsi. Onların 6 dənənin də orucu pozulması üçün nə lazımdır? 3 şərtin bir araya gəlməsi lazımdır. O şərtlər hansıdır? Onu bilərək etməlidir. İkinci, xatırlayaraq etməlidir. Üçüncü də öz ixtiyarı ilə etməlidir. Hər birini izah edəcək. Deməli, birinci şərt nədir? Bilərək etməlidir. İkinci şərt, xatırlayaraq etməlidir. Üçüncü də öz ixtiyarı ilə etməlidir. Bunların hər birini ayrı-ayrılıqda izah edək. Birinci şərt dediyimiz kimlədir? İnsanın bilməsidir. Yəni, əks olur ki, insan cahil olarsa, hökmdə bilməzsə, onun orucu səhiyyidir. Məsələn, adam bilmir ki, özünü qusturmaq orucu pozur. Və adam özünü qusturur. Heç bu barədə eşitməyib. Bu adamın nədir? Orucu səhihdir. Çünki bilmir ki, qan aldırmaq orucu pozur və buna görə də bu qan aldı. Elə bilir ki, icazəlidir. Yəni, çünki mən yemirəm. Yəni, elə bilir ki, orucu pozmaq yemək və içməklə olur. Və buna görə də onun orucu nədir? Səhihdir. Buna dəlil Allah təala buyurur ki, Rabbənə lə tuəxidnə in nəsinə əv axtana. Ey Rəbbimiz, biz bunu darıq ya xəta edəriksə, bizi buna görə hesaba çəkmə. Hədis-i Qudüsdə gəlir ki, Allah təala buyurur ki, qad fəaltu, artıq bunu etdim. Və başqa ayədə Allah təala buyurur ki, və leysə aleykum cunahum fīmə axtatum bihi və ləkum mə təammələt qulubukum. Allah azə və cəllə buyurur ki, xəta etdiyiniz şeylərə görə sizə günah yoxdur, lakin qəlblərinizin qəsdən etdiyi şey istisnadır. Yəni, onlara görə günah var. Yəni, istər bu dediyimiz kimi, bu cahillik, hökmə görə cahillik olsun, yəni, hökmü bilməməzlikdən, çünki əhl-i sünnənin usullarındandır ki, cahillik nədir? Üzürdür. İstər dinin usullarında olsun, etiqad məsələsində olsun, istərsə də əhkam, fiqhi məsələlərdə olsun. Cahillik nədir? İnsan üçün üzürdür. Və dediyim kimi, bu saydığımız səbəblərdən, 6 səbəbdən hər hansı birinin orucu pozmadığını zənn edərsə və elə bunun pozduğu bu 6 amildən hər hansı birini və yaxud bu amillərin orucu pozduğunu bilməzsə, bu nədir? Bunun orucu səhihdir. İkinci isə, yəni haldan cahil olarsa, birinci şəri hökmü cahil olarsa, ikincisi haldan cahil olarsa, yəni vaxtdan cahil olarsa. Məsələn, yeyir, bilir ki, yemək, içmək fəcrdən sonra olmaz.
Düzdürmü? Fəcrdən sonra yemək içmək olmaz. Amma hələ yeməyə davam elə ki, hələ fəcr girməyib. Bir də baxır ki, artıq yarım saatlı fəcr girir. Onun orucun hökmü nədir? Səhihdir. Axşam, məğribə yarım saat qalmış, hava qaraldı, bulutlu havada tam qaranlıq çöktü və zənn elədik, saatı da yoxdur, zənn elədik, artıq məğrib gelib. Orucunu açdı. Məğribin vaxtına 5 dəqiqə qalmış, havanın üzü açıldı, günəş göründü. Orucun hökmü nədir? Oruc səhihdir. Yəni, çünki bu vaxtdan cahil qaldığına görə buna üzürlüdür. Və yaxud insan, necə ki, sahabələr elədiyi ki, Adi bin Hatim radiyallahu anhın etdiyi kimi, məsələni düzgün anlamayıbsa, nədir? Orucu səhihdir. Adi bin Hatimin hədisini biz danışmışdıq. Şeyh təkrar getirib, Buxari Müslimdə keçən hədisdə deyir ki, Allah Azze ve Celle ayənin nazil edəndə həttə yetəbəyyən ləkumul xaytul əbyadu minəl xaytil əsvədi minəl fəcr. Fəcrin ağ ipliyi, qara ipliyindən seçilənə qədər yeyin, içməyə davam edin. Və bu ayədə nazil olanda deyir, 2 dənə ip gətirdim, eqal gətirdim. Eqal dəvənin ayağına bağlanan çidardır. Biri ağ rəngdə deyir, biri qara rəngdə. Yatağımın yanına qoydum deyir. Və yeməyə başladım. Ta ki onlar bir-birindən seçilənə qədər. Yəni, bu da demək ki, hava işıqlarına qədər bu yeməyə davam edin. Və sabahı gün deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldim. Rasulullah sallallahu aleyhi və səlləmə etdiyim əməli xəbər verdim. Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, oradan məqsəd gündüzün ağlığının gecənin qaranlığından seçilməsidir. Yəni, fəcrin doğmasıdır. Və Ali radiyallahu anh deməli, fəcr doğandan sonra yeməyə davam edib. Və ta ki, hava işıqlığına qədər bu əmələ davam edib. Bununla belə Peyğəmbər sallallahu aleyhi ve sellem ona demədi ki, bu günü qəza elə. Həmin günü qəza etməyi Rasulullah sallallahu aleyhi ve sellem ona əmr etmədi. Çünki o insan bu məsələdə hökmdə nə idi? Bilmirdi. Həmçinin Əsma radiyallahu anh'dan gələn hədisdə, Buxarinin rivayət etdiyi hədisdə, Əsma bint Əbu Bakr radiyallahu anh'a deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında bulutlu havada deyir, biz orucumuzu açdıq. Sonra günəş doğdu. Günəş bulutların arasından göründü və hədisdə demir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə həmin günü qəza etməyi əmr etdi deyə belə bir şey demir. Hətta hədisin ləfislərindən gəlir ki, necə ki, Şeyh İslam ibn Teymiyyə Həqiqət-i Siyam orucun həqiqəti kitabında Heşəm ibn Urvadan, o da atasından rivayət edilir ki, onlara qəza etmək əmr olunmadı. Həmin hədisin başqa ləfsində gəlir ki, onlara qəza etmək əmr olunmadı. Çünki onlar artıq axşamın başladığını, günün batdığını zənn edərək o üzərinə yemişdilər. Lakin insan nə zaman bilsə ki, hələ gündüzdür və gün hələ yuxarıdadır, o zaman həmən yeməkdən əl çəkməlidir. Məsələn, buna misallarda, məsələn, insan deyək ki, fəcrin doğmadığını zənn edərək yeməyə davam edir və birdən ona bəyan olsa ki, artıq fəcrdir, artıq bu vaxt giribmiş, o əlindəki, ağzındakı loğmanı belə geri çıxartmalıdır. O ağzındakı loğmanı yemək hansı nəyə aiddir? Yeyərkən, səhur edərkən əzanı eşidərsə, əlindəki və ağzındakı loğmanı tamamlayırsan. Yəni, azan bitənə qədər yeyirsən. Bu hal icazədir. Amma məsələn, ondan 20 dəqiqə yeyir. 20 dəqiqədən sonra yadına düşür ki, baxım görüm sağda, baxın ki, 20 dəqiqədə namazın vaxtı girir. O zaman hətta ağzındakı belə çıxardır. Və orucu bu halda nədir? Səhihdir orucuna. Əgər bunu etməzsə, deyim, bu ağzımdakini yiyeyim, tamamlayayım deyərsə, oruç batil olur. Və şeyh gətirir ki, həm eyni şey axşama da daxil aiddir. Axşam insan birdən bilməzsə, yesə, birdən həmin anda gün görünsə bulutların arasından neyinir? Hətta ağzındakı loğmanı belə çıxartması lazımdır. Bu birinci şərt idi, qardaşlar. Birinci şərt nə oldu? Orucu bilməsi lazımdır. Orucu pozması üçün, bu amillərin orucu pozması üçün nə lazımdır? Birinci, bu səbəbi bunlara bilməsi, hökmü bilməsi lazımdır. Əksi nədir? Cahillikdir. Bilməzsə, cahillik ona özürdür. İkinci şərt, xatırlaması, xatırlayaraq etməsi lazımdır ki, orucu pozulsun. Yəni, unudaraq deyil. Əksi nədir? Unutqanlıqdır. 3-cü şərt, 3 dəqiqədən sonra, 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 3 də
Əgər insan unudaraq bu amillərdən birini edərsə, onun orucu səhihdir. Unudaraq edərsə, onun orucu səhihdir. Necə ki, Rasulullah s.a.v. hədisdə buyurur ki, Mən nəsiyə və huvə saimun fəəkələ əv şəribə fəlyutimmə savməhu fəinnəmə at'aməhullahu və səqah. Buxari Müslimin hədisində Rasulullah s.a.v. buyurur ki, kim oruclu ikən unudaraq yeyib içərsə, orucunu davam etsin. Çünki onu Allah yedizdirib içirtmişdir. Yəni Rasulullah s.a.v. burada orucu tamamlamağı əmr edirsə, orucunu tamamlasın deyir. Oruc səhih olmasa tamamlamağı əmr edərdimi? Xeyr. Orucu tamamlasın. Çünki oruc səhihdir. Eyni zamanda unudan insanın yemək içməyini demək ki, unudaraq yeyib içir. Deyir, onu Allah yedizdirib içizdirib. Yəni qorxma, buna görə hətta günah da qazanmırsan deməkdir. Yəni səni yedizdirib içirər Allahdır, buna görə sənə bir günah yoxdur. Lakin nə zaman insan xatırlayarsa, yemək əsnasında və içmək əsnasında xatırlayarsa, həmən nə eləməlidir? Həmən saxlamalıdır, hətta ağzındakı loxmanı belə çıxartması lazımdır. Və ya özü xatırlamazsa, kimsə onu görərsə, ona vacibdir ki, həmin insana, oruçlu insana bunu xatırlatsın. Deməsin ki, yazıqdır, qoy yesin, tamamlasın. Belə şey icazəli deyil. Çünki Allah təala buyurur ki, وَتَعَوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى Yaxşılıq və təqva üzərində neyinin? Yardımlaşın, yatın demir. Üçüncü şərt nə idi? İkinci şərt nə idi? Xatırlayaq, hə? Ay, sağ ol. Üçüncü şərt insanın öz ixtiyarı ilə etməsidir. Üçüncü şərt nədir? Öz ixtiyarı. Birinci şərt nə idi? Bilərəkdən etməsidir ki, bu amilləri bilərəkdən etməsi lazımdır. İkinci, xatırlayaraq, üçüncü isə öz ixtiyarı ilə etməsi lazımdır. Yəni, bu orucu pozan amilləri öz iradəsi ilə, öz istəyi ilə etməsi lazımdır. Yəni, bu əməldə mukrah, ikrah altında olmaması lazımdır. Adam var, silahı başına diləyir sənin. O vaxtda olub belə şeyləri, birisi Sovet vaxtında olubdur. Yəni, silahı başına diləyib ki, günorta vaxtı yiyəcəksən. Oruç kimlərdən ki, şübhələnirlərmiş ki, kənddə oruç tutur, gətirirlərmiş insanların gözü qarşısında oruçlarını açdırırlarmış bu şəkildə. Silah, yəni ki, güllələnmə veririk yoxsa sənə. O insan o halda yesə, orucu səhihdir. O halda yesə, onun orucu səhihdir. Gedib orucuna davam edir. Bəli. Həmçinin alimlər misal gətirirlər ki, məsələn, deyək ki, yəni ki, öz ixtiyarı ilə deyil. Və yaxud, məsələn, deyək ki, kişi, məsələn, qadından məcbur edir əlaqəyə, orucu, farz orucunu tutan qadını məcbur edərsə, kişinin orucu batil olsa belə də, onun üzərinə kafirə düşsə belə, qadının orucu səhihdir. Çünki qadın məcbur edərsə, ikrah altında, nədir? Ona bir günah yoxdur. Çünki Allah Azza və Cəllə ən böyük günahda ikrah halını, ən böyük günahda nə edir? İkrah halını nə edir? Əff edir. O da nədir? Şirikdir. Allah Teala buyurur ki, Mən kəfərə billəh min bə'di imanihi. Kim iman gətirdikdən sonra küfr edərsə, illə mən ukrə və qalbuhu mutmainnun bil iman. Kimlər istisnadır? O insanlar istisnadır ki, qəlbi imanla dolduğu halda ikrah altında olarsa onlar istisnadır. Həmçinin Rasulullah s.a.v. hədisdə buyurur ki, İnnəllâhə təcavəzə an ümməti əl-xata'a və nisyanə və məstukrihu aleyh. Rasulullah s.a.v. buyurur ki, Allah Azze və Celle mənim ümmətimdən xatanı, unutqanlığı və ikrah altında etdiyi əməlləri əff etmişdir. Yəni buna görə Allah Azze və Celle hesaba çəkmir. Və bu hökm də ümumidir və ona görə də onun üzərinə bir şey gərəkmir. Və yaxud buna başqa misallar gətirər. Məsələn, insan bilmədən, məsələn, tozlu havada çölə çıxdı, toz gəldi, ağzına toz girdi. Ona nədir? Ağzına sənin toz girərsə nə olar? Çünki öz ixtiyarınla deyil. Boğazından da keçdi bilmədən, nədir? Sənin orucun səhihdir. Orucuna heç bir problem yoxdur. Və yaxud insan dəstəmaz alır, ağzını yaxalayır. Ağzını yaxaladığı zaman, yəni qarqara etmədən, ağzından su qaçarsa, özündən asılı olmayaraq, yaxud burnuna su alanda, burnundan su qaçarsa boğazına, nədir? Orucu səhihdir. Çünki öz ixtiyarı ilə deyil. Onun orucu səhihdir, heç bir problem yoxdur.
Və şeyx buyurur ki, sonra keçir, bu 3 şərtdən sonra şeyx deyir ki, o bəzi əməllər var ki, orucu pozmur, oruca təsiri yoxdur. O əməllər barədə danışır və ondan sonra da mən inşallah bəzi müasir məsələləri zikr edəcəm dərsdə ki, yəni bunları da bilməmiz lazımdır. Çünki bu barədə suallar çox gəlir. Və şeyx deyir ki, insanın gözünə sürmə çəkməsi nədir? Oruca təsir etmir. Və yaxud göz damcısı, göz dərmanları heç bir təsir etmir. Hətta insan o damı, gözə damcalanan spreyləri insan boğazında hiss eləsə belə nədir? Orucu səhihdir. Çünki gözün mənfəzi, deşiyi yoxdur, boğazda deşiyi yoxdur. Lakin burun dərmanı orucu pozur. Buruna tökülən dərman neyir? Boğaza gedir. Çünki boğazla burunun yəni çıxış yolları, məxrəcləri eynidir. Yəni o da burun da boğaza gedir. Lakin gözün, qulağın boğaza çıxışı olmadığına görə nədir? Qulaq dərmanı, göz dərmanını və da göz damcısı, qulaq dərmanısı bunlar orucu pozmur. Hətta fərz edək ki, insan bunu boğazında, onun dərmanı boğazında hiss eləsə belə, gözə tökülən dərmanı hiss etsə belə orucuna heç bir təsiri yoxdur. Çünki bu yemək, içmək hökmündə deyil və bu da yəni oruca heç bir təsir etmir. Həmçinin, məsələn, insanın yara, bəzi yaradır, yaraya mərhəm çəkirsən. Mərhəm qopur dəriyə. Dərinin içinə girir. Dəri özə çəkir. O belə orucu pozmur. Çünki o yemək, içmək hökmündə deyil. Və həmçinin şeyx gətirir ki, bu məsələdə insanın yeməyin dadına baxmasıdır. Yeməyin dadına baxması da onu udmamaq şərti ilə. Udmursa, onun orucu, həmçinin orucu səhihdir. Yeməyin dadına baxmaq orucu pozmur, nə qədər ki, insan onu udmur. Həmçinin insanın ətir iyləməsi, buxur iyləməsi, bunlar da nədir? Oruca təsir yox. Lakin insanın tüstünü udması, buxurun tüstüsünü udması, bir var buxur özünü bir də yandırıb tüstünü udması, bu olmaz. Bu nədir? Çünki o insanın mədəsinə qədər gedə bilir deyə bu icazəli deyil. Həmçinin dediyimiz kimi, az öncə dediyimiz kimi dəstəmazda ağza burnuna su almaq problem yoxdur, lakin qarqara etmək icazəli deyil. Çünki Rasulullah sallallahu aleyhi və səlləm Vaqid ibn Sabra radiyallahu anhaya deyir ki, dəstəmazı gözəl şəkildə al, barmaqların arasını ovxala və buruna su çəkdikdə istinşaq et, yəni dərinə çək. Lakin oruçlu olmadığın halda, Rasulullah sallallahu oruçlu olduğu halda buna icazə verməmişdir. Həmçinin misvaqla dişi təmizləmək, bu da misvaq Peyğəmbər sallallahu aleyhi ve sellem'in sünnəsidir. Yəni misvaqla dişi təmizləmək oruçluyken heç bir problem yoxdur. O insan ağızda o dadı hiss eləsə belə, onun suyu hiss eləsə belə, nə də ağız suyuna qarışsa belə heç bir şey yox. Lakin onun hissələri təmizlədiyin zaman o ağac parçaları qoparsa, mütləq onu çıxartman lazımdır. Onları udmaq icazəli deyil. Çünki Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, "Ləulə ən əşuqqa alə ümmeti ləəmərtum bis-sivaq ində kulli salah." Ümmətimə çətin olmasaydı, hər namaz vaxtı onlara misvakı əmr edərdim. Və bu, istər oruçlu vaxtı, istər oruç olmayan vaxtı, bu hər iki vaxtı da əhadə edir. Həmçinin Amir bin Rabi'a radiyallahu anh deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmi dəfələrlə gördüm ki, oruçlu ikən misvaqlanırdı. Oruçlu ikən misvaqla təmizlənirdi. Amma oruçlu insanın, həmçinin diş şotkalarından istifadə etməsi də icazəlidir, lakin diş macunlarından istifadə etmir. Çünki macunlar çox sürətli şəkildə həll olur. İnsanın yəni, boğazına getmə ehtimalı böyük olduğuna görə diş macunlarından oruçlu ikən istifadə, yəni çünki onun ağız suyu ilə bərabər boğaza getmə ehtimalı çox böyükdür. Ona görə bu icazəli deyil. Yəni, insan ağzını təmizləmək istəyirsə, misvaqla təmizləyir və yaxud diş şotkası ilə təmizləyir, yalnız macun istifadə etmədən. Diş pastası istifadə etmədən. Pasta istifadə eləmədən, amma pasta istifadə etmirsən, oruçluyken istifadə etmirsən. Yəni, çünki təhlükə var deyə, yəni bu icazəli deyil. Və həmçinin oruçluya icazəlidir ki,
hava çox isti olarsa və ya çox sundan yanarsa, sərinlənmək üçün çimmək olar. Gecə hamamda, məsələn, soyuq suyun altında sərinlənmək üçün, həmçinin ağzı yaxalamaq olar. Bu icazəlidir. Bunların heç biri onun orucuna təsir etmir. Peyğəmbər sallallahu əleyhi və səlləmin səhabələrinin bəziləri deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmi arc deyilən yerdə gördüm ki, oruçlu ikən, yəni susuzluqdan başına su tökürdü. Başına su tökürdü. Yaxud havanın istiliyinə görə başına su tökürdü. Həmçinin İbn Ömər radiyallahu anhudan gəlib ki, o paltarını istadardı, paltarını suyla istadardı, sonra isə onu öz üzərinə atardı. Havanın istisindən oruçlu ikən öz üzərinə atardı. Həmçinin Ənəs ibn Məlikdən gəlir ki, onun deyir, daşdan hörülmüş bir havuzu var idi. Daşdan bir havuz düzəltmişdi. İndiki müasir baseyn əvəzi, yəni. Balaca bir daşdan deyir, yonulmuş bir baseyni var idi, havuzu var idi. Çox hava isti olardısa, o oruçlu ikən deyir, onun içinə girərdi. Sərinlənmək üçün onun içinə girərdi. Və bunlar göstərir ki, oruclunun bu əməlləri etməsində, bu saydığımız əməlləri etməsində heç bir problem yoxdur. Çünki bu yemək, içmək hökmündə deyil. Çünki bununla insanın boğazından, ağzından, boğazından bir şey getmir. Və şeyx zikr elədiyi məsələlər bunlar idi. Əlavə olaraq müasir məsələlərə, bəzi məsələlərə toxunmaq istəyirəm, qardaşlar. Çünki bu da günümüzdə soruşulan suallardır. Bunları alimlərin fətvasından toplamışıq. Və şeyxlərdən, məsələn, soruşulan məsələlərdən biri odur ki, oruçlunun dodağında olan quruluğu aparmaq üçün, yəni dodağı nəmləndirmək üçün istifadə etdiyi balzamların hökmü nədir? Balzam ki, dodağa sürtülür. Bu barədə Şeyx İbn Üseyminin fətvasında buyurur ki, oruçlunun dodağını və ya burnunu nəmləndirməsi üçün istifadə etdiyi məlhəm və ya su və digər vasitələr icazəlidir, bu oruca təsir etmir. Lakin çalışsın o istifadə etdiyi vasitə boğazına və ya qarnına getməsin. Əgər özündən asılı olmayaraq boğazına gedərsə, yenə də orucu səhihdir. Çünki özündən asılı olmayaraq gedibdir. Deməli, o balzamlar, dodağa sürtülən balzamlar nədir? Oruca onun təsiri yoxdur. İkinci məsələ, yəni qulaq damcısından, biz az öncə dedik ki, qulaq damcısından istifadə etmək oruca heç bir onun təsiri yoxdur. Yəni, insan hətta o qulaq damcısının tamını boğazında hiss etsə belə, onun orucu səhihdir. Həmçinin qarqara kimi istifadə olunan dərmanlar var, boğaz dərmanlar var ki, ağızda qarqara etmək lazımdır. Bunların hökmü nədir? Həkim dərman yazıb, deyir, bu dərmanı içmirsən, lakin bu su, maye şəklində dərmanda ağzını bu şəkildə qarqara etmək lazımdır. Boğazı yaxlaman lazımdır. Şeyx buyurur ki, onu udmadıqca oruc pozulmur. Lakin ehtiyac olmadığı sürəcə o qarqara dərmanlarını istifadə etmir. Əgər ehtiyac olarsa və edərsə, qarnına da bir şey getmədiyi sürəcə oruc səhihdir. Dördüncü məsələ, orucunun göz damlasından istifadə eləməsi. Az öncə onu zikr elədik ki, göz damcısı orucu pozmur. Hətta insan bunu boğazında hiss eləsə belə onun orucuna təsiri yoxdur. Beşincisi, burun damcısı haqqında şeyx deyir ki, əgər onu qəsdli şəkildə edərsə və tamını da boğazında hiss edərsə və ya mədəsində hiss edərsə, oruc pozulur. Ona görə burun damcısından istifadə etmək icazəli deyil. Altıncısı, çoxlu miqdarda qan aldırmaq orucu pozurmu? Bu barədə şeyx buyurur ki, bədəndən çox miqdarda qanı çəkmək, yəni hicama kimi bədəni zəiflədərsə və bədənin qidalanmasına ehtiyac duyularsa, hicamada olduğu kimi bu zaman oruc pozulur. Lakin insanın özü ixtiyarı olmadan bədəndən çox qan çıxarsa, yaralanıb, qan itirib və yaxud yaradan çox qan axır və bu kimi səbəblərdən özündən öz ixtiyarına olmayan bir səbəbdən olubsa, onun orucu səhihdir, orucu pozulmur. Və orucda müasir məsələlərdən biri də nədir? İnsan xəstə olarsa, həkim şam yazıb, arxadan şamın daxil edilməsi. Bunun oruca təsiri nədir? Şeyx buyurur ki, oruc tutan şəxs xəstədirsə, onu arxadan istifadə edilən şamın qoyulması icazəlidir. Çünki bu nə yemək, içmək hökmündə deyil, nə yemək, içmək deyil, nə də onun hökmündə deyil.
Hətta çünki o şam orada ərisə belə, o yəni ki, mədəyə gedib çıxmır. Çünki onun mədəyə gedən yolu yoxdur. O oruca təsir eləmir. 8-ci şeyx buyurur ki, sual verirlər şeyxə ki, iynə vurdurmaq orucu pozurmu? Şeyx buyurur ki, iynənin tərkibi qidalandırıcı deyilsə, oruc pozulmur. Lakin zərrat olmadıqca ümumiyyətlə iynəni ehtiyac üçün iftardan sonraya saxlamaq yaxşıdır. Lakin ehtiyac varsa iynə vurdura bilər. İstər ağrı kəsici olsun, istər insulin iynəsi gələcək, o fərqi yoxdur. Ağrı kəsici hər hansı bir iynə. Bu icazəlidir. Lakin icazəli olmayan nədir? Vitamin iynələri icazəli deyil. Bir də qidalandırıcı ümumiyyətlə sistem asmaq. Bunlar nədir? İcazəli deyil. Çünki bunlar orucu pozur. 9-cu sual. Oruçlu ikən böyrək çatışmamazlığı olan böyrəyin qanını dəyişməsi üçün orucu pozurmu? Yəni, o ki, dializə gedirlər. Dializ orucu pozurmu? Cavab olur ki, bəli, dializ edən adamın orucu həmin günü pozulur. Çünki həmin gün mütləq qəza etməlidir. Çünki ona yeni qan əlavə edilir. Yaxud böyrəyi yuyulanda başqa kimyəvi vasitələr də əlavə edilir və onlar da qida tərkibli olur. Bu da orucun pozulması üçün əlavə bir səbəbdir. Deməli, dializ xəstələri gedərsə dializə nədir? Böyrək xəstələri onun həmin günü qəza etməsi lazımdır. Bu da Şeyx İbn Baz rahimehullahın fətvasıdır. Və bəli, bir gün. Və 10-cu asma xəstəliyi olan birinin oruçlu ikən spreydən istifadə etməsi orucu pozurmu? O hava kimi ki vururlar. Və şeyx buyurur ki, Şeyx Müseymin rahimehullah deyir ki, asma xəstəliyinə qarşı istifadə olunan sprey əslində havadan ibarət bir qazdır. Xəstənin rahat nəfəs alması üçün, nəfəs borularını açmaq üçün istifadə edir və bu da orucu pozmur. Oruca heç bir təsiri yoxdur. Və 11-ci diş macunundan istifadə etmək dediyimiz kimi icazəli deyil, lakin istifadə edərsə udmadıqca orucu səhihdir. Orucuna heç bir təsiri yoxdur. 12-ci diş çəkdirmək və yaxud dişi müalicə etmək orucu pozurmu? Cavab odur ki, dişdən çıxan qanı qəsdən udmadıqca oruc pozulmur. Dişi çıxartmaq pozmur. Oradan qan çıxır, qanı tüpürürsən, qoymursan qarına getməyə və o oruca heç bir o şəkildə təsiri inşallah yoxdur. Sonra gözə sürmə məsələsini az öncə toxunduq ki, sürmə oruca təsiri yoxdur. Və 14-cü insulin iynəsini şeyx qeyd edir və insulin iynəsi cavab odur ki, qidalandırıcı olmadığına görə şəkər xəstəliklərinin vurduğu insulin iynəsi orucu pozmur. Lakin şəkər xəstəliyinə qarşı dərmanı içərsə, çünki ağız boşluğuna getdiyinə görə bu orucu pozur. Və sonra analiz üçün verilən qan barədə alimlər nə deyirlər? Analiz üçün insanın qan verməsi orucu pozmur. Yəni, məsələn, yaradan qanın çıxması, iynə vuranda iynənin yerindən qanın çıxması, şəkər xəstəliyinin şəkəri ölçmək üçün oradan qan çıxır. Dediyimiz kimi, analiz üçün qan verir. Bunların heç biri orucu pozmur. Və sonra bədənə qan vurmaq isə orucu pozur. Çünki bədənə qan qida hökmündə sayılır. Bədənə vurulan qan qidan hökmündədir. 17-ci məsələ, yəni insan əməliyyat olma zorunda qalarsa, buna görə ona narkoz verilərsə, narkoz veriləndə oruç pozulurmu? Bu məsələdə təfsilat var. Əgər bədənin müəyyən bir hissəsinə narkoz verilərsə, yəni ki, cüzi narkozdursa, ayağını keytirir, qolunu keytirir, əməliyyat olan hissəni keytirir, insanın huşu öz üzərində olarsa, bunun oruca heç bir təsiri yoxdur, oruc səhihdir, pozulmur. Lakin tam bədənə narkoz verilərsə, insanı yatızdırarsa, o zaman baxılır halına. Əgər günün az bir hissəsini də olsa, o yanarsa, məsələn, deyək ki, günorta əməliyyata girdi, günortaya qədər oruclu olur. Deməli, günün az bir hissəsi oyaq olubsa, onun orucu səhihdir. Lakin fəcirdən qabaq, məsələn, əməliyyat olub, bir də məğribdən sonra oyanarsa, həmin günün orucu sayılmır. Həmin günü mütləq qəza etməsi lazımdır. Və sonra şeyx buyurur ki, ürək xəstələrinin istifadə etdiyi dilin altına qoyulan həblər orucu pozurmu? Bəzi ürək xəstələrinin istifadə elədiyi dərmanlar var, dilin altına qoyur, yəni o dərmanı udmurlar.
Şeyx buyurur ki, istər yəni həmin ürək xəstəlikləri üçün və yaxud digər xəstəliklər üçün dilin altına qoyulan dərmanlar qarına ondan heç nə daxil olmur. O ağız vasitəsilə birbaşa ürəyə soğulduğuna görə o orucu pozmur. Sonra şeyxə sual verirlər ki, mədəyə zond salmaq orucu pozurmu? Zond bilirsiniz, yəni mədəyə şlanq salı deyirlər. Şlanq salmaq orucu pozurmu? Cavab odur ki, istəyir mədəyə, insanın ağızdan mədəyə salması olsun, istər arxadan insanın zond salmaq olsun, bunların heç biri öz-özlüyündə orucu pozmur. Lakin həkimlər bəzən zondun ağzını yağlayırlar və o ağızdan rahat daxil olması üçün deyək, qidalandırıcı maddə kimi bir şey sürtərlərsə, bu orucu pozur. Həmçinin zondun səbəbi ilə zond salarsa, hətta heç bir yağlamadan, xəstə bunun səbəbi ilə qusarsa, bu da qəsdən özünü qusturmuş hökmündədir və buna nədir? Həmin günü qəza etməsi lazımdır. Və sonda şeyx sual verilən məsələlərdən biri də nədir? Sigaret çəkmək orucu pozurmu? Bəli, sigaret haramdır və eyni zamanda orucu da pozur. Və çəkən həm təkcə orucu pozduğuna görə yox, eyni zamanda haram bir əməllə pozduğuna görə eyni zamanda tövbə etməsi lazımdır. Allah-u istəyirəm ki, bizi işini faydalanlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədu ən la ilahe illə ente, əstəğfiruka və ətubu ileyk.